Əmərzadə Ceyhun, 32 yaşım var. Özüm, yəni 18 yaşından sonra səhvimdə problemlər oldu. Ümumiyyətlə, uşaqlıqdan rəsm həvəsim olub. 13 yaşından rəsmlər işləməyə başlamışım. Buna görə də mən yəni evdə təhsil aldım. Düz 9 ay, yəni fənlərdən imtahanlara hazırlaşdım və əzm-əzmlərdə təsvirin incəsənət kollecinin məzunu oldum. Yəni tələbəsi oldum və daha sonra müxtəlif müəllimlərdən, yəni fərdi müəllimlərdən rəssamlığa stillərini öyrənməyə başladım. Daha sonra fərdi yazıcılıqla məşğul oldum və indi hal-hazırda yəni özüm işləyirəm, öz emalatxanamda sifarişlər də qəbul edirəm və tələbələr də yetişdirirəm. Özüm ailəliyəm, qız övladım var, 2 yaşı var. Yəni mən də istəyirəm ki, onun karandaş tutmağı bərək istəyirəm ki, rəssamlığa meyilli olacaq. Yəni çalışmaq lazımdır özünə, yəni inamın, məqsədin və həvəsin olsun.